Salam əziz İntibah TV izləyiciləri. Oxumaq niyə uğurun əsas açarı hesab olunur? Oxumaq təkcə kitab vərəqləmək deyil. Oxumaq insanların düşüncə tərzini formalaşdırır. Dünya görüşünü genişləndirir və hadisələrə fərqli baxış bucağından yanaşmağı öyrədir. Bu gün informasiya dövründə yaşayırıq. Hər gün qarşımıza minlərlə xəbər, video və məlumat çıxır. Amma məlumat çoxluğu hələ bilik demək deyil. Bilik o zaman yaranır ki, insan oxuyur, araşdırır, müqayisə edir və nəticə çıxardır. Kitablar bizə təkcə faktları öyrətmir. Onlar səbirli olmağı, düzgün qərar verməyi və tənqidi düşünməyi də öyrədir. Dünyanın inkişaf etmiş ölkələrində oxu mədəniyyətlərinə böyük önəm verilməsi təsadüfi deyil. Çünki savadlı cəmiyyət yeni ideyalar yaradır, problemlərə həll tapır və gələcəyini daha möhkəm qurur. Oxumaq insanın özünə qoyduğu ən dəyərli sərmayələrdən biridir. Pul itirilə bilər, vəzifə dəyişə bilər, amma əldə etdiyiniz bilik sizinlə qalır və yeni imkanların qapısını aça bilir. Bəzən insanlar deyirlər, mənim oxumağa vaxtım yoxdur. Halbuki gün ərzində cəmi 20-30 dəqiqə mütailə belə bir il ərzində bir neçə kitab oxumağa imkan verir. Bu kiçik vərdiş zamanla böyük nəticələr verə bilər. Unutmayaq ki, uğur təsadüfi deyil. Uğurun arxasında davamlı öyrənmək, zəhmət və inkişaf dayanır. Bugün texnologiya sürətlə dəyişir, yeni peşələr yaranır, bəziləri isə yox olur. Belə bir dövrdə daim öyrənən insanlar dəyişikliklərə daha asan uyğunlaşırlar. Sonda isə bir fikri bölüşmək istəyirəm. Kitab oxuyan insan yalnız başqalarının fikirlərini öyrənmir. O, öz düşüncəsini də inkişaf etdirir. Güclü düşüncə isə güclü qərarlar verir. Güclü qərarlar insanların gələcəyini formalaşdırır. Bəs siz sonuncu dəfə hansı kitab oxumusunuz? O kitab sizə nə öyrədi? Fikirlərinizi şərhlərdə yazın. Diqqətiniz üçün sağ olun.